dedi. Yasin dedi ki istəyirəm dedi Hacer ağa sənə bir şey okuyor. Bu dedi, o dedi. Sen dedin şair olmuşsan, dedim bəli. Dedi onu oku da çok yaxşı da. Yani iftihardır sen şair olasan. Dedi ki Sana peser, bu köhre-i canan nədir? Halı siyah-ı zülfü perişan nədir? Halı siyah-ı zülfü perişan bir tərəf der anmayan rəfidən canan nədir? Yəni gözdə olan beş qavasındadır. 7 çillədə gəzir. Bunu nə mənə deyim mən bunu? Qavatda düşdüm yerə. Qalsın sən. Dedi o da sənə bir dənə mən bir şey deyəm. Dedi və sən də şart dedi. Həmən də təbşirim. Dedi sen ne diyeceksin? Dedi Canan peser tu süfre-i binan ne diye? Ahu ayal-ı nale-i tüflan ne diye? Ahu ayal-ı nale-i tüflan bir taraf der anmayan residen-i mehman. Şimdi Şam'la tam arası 5 nefer kulak. Kırpıltıyla kuştayla. Ne söre var, ne yağ var, ne büyü var, ne mibe var. Allah'ı sen görmezsen ha, biz görmüşüz. Aslında gör bizi bu müsibet diyelim, bunun da adı geldi diğer müsibet diye diyeceğim. Müsibet adı var da adında bir daha bir bak olamaz.